İndi sən bu kadrları verdin, yəni hər kəs görsün ki, həqiqətən də biz ailəlik bir yerdəyik, heç bir problem də yoxdur, narahat olmağa da dəyməz. Niyə bu şayələr yayırlar ki, Fazil müəllimlə Rəqsənə xanım boşandı? Nə əldə eləyirlər bundan? Bununla? Hə. Bilmirsən sən? Yox. İstəyirəm sizin öz dilinizdən soruşum ki, niyə şayələrə səbəb nədir? Şayə yoxdur, hər şey düzdür. O zaman buradan anons eləyək. Rəqsənə İsmailova ilə Fazil bəy boşandı, hə? Yox. Yox, Allah eləməsin. Allah eləməsin. Allah təala Bir şey yoxdur. Biz uşaq deyirik ki, nə də o yaşımızdır. Bizim körpə uşaqlarımız var. Onların hamısını əslində mən heç vaxt istəmərəm ki, belə qalmaqallar olsun, hamı mehriban, xoşbəxt yaşasın, yola gedin, bir-birinizi başa düşün, 5-10 günlük dünyadır. Valla buradan heç kim heç nə aparan deyil. Sizə yerdən körpələr baxır, ayıbdır, biabırçılıq olmasın. Yəni mənim nəsiyyətim odur. Ayrı nə var ki burada? Əsas məsələ uşaqları böyüdüb, onlara bir profesiya, məsəl üçün, əllərini çörəyə çatdırmaq. Yəni bu şou hamısı bizə indi elə gəlir ki, qalmaqal, ancaq bunların hamısı zapis olunur. Bunların hamısı gələcəkdə bizim uşaqların başına taqqıldamasın. Yəni olmaz. Hamıya minnətdarıq. Şou əhli deyəndə hamı əzab əziyyət çəkir. Hamı istəyir ki, gündəmdə qalsın, yəqin ki. Serona Allah Teala hamının öz ruzu bərəkətini versin. Ancaq çox çətin profesiyadır, çox çətin. Rəqsənə İsmailova iş deyirsiniz ki, bəsdir, danışma, artıq qalmaqallara sondur. Heç kimə cavab vermə. Gündə 1000 dəfə. 1000 dəfə, 10 dəfə, 100 dəfə. Ancaq bu gün də dacı qışqırmışım. Ona görə lazım deyil heç kim. Bu qalmaqal. Deyir artıq bundan sonra heç kimə cavab verməyəcəm. Yəqin deyirsə də sözün üstə durar. Hediye sen, mənə qalan, mənim olan. Təşəkkür edirəm Fazil müəllim. Sizi bu qədər danışdıra bildiksə. Sənə çox minnətdaram. Sən çoxdandan bizim ailənin üzvüsən. İşlərində uğurlar arzulayıram. Səndə alınır. Səndə çox gözəl alınır.